Əssəlamu aleykum. Gəlin sevgi və həvəs haqqında danışaq. Sevgi, könlün zövq aldığı şeyə meyl etməsi deməkdir. Qüvvətli sevgiyə eşq deyilir. Sevgi, heç bir qarşılıq gözləmədən. Sevgiliyə tabe olmaq, ona itaət etmək. Onun hər işini gözəl, hər əziyyətini hər yaxşılıqdan daha şirin görmək. Və onun, yəni Allahın dostlarını dost, düşmənlərini düşmən bilməkdir. Buna hubbi fillah, buğdi fillah da deyilir. Allah üçün olan sevgi qiymətlidir. Nəfsin şəhvani, heyvani arzularına, müvəqqəti həvəsə səhv olaraq sevgi və ya eşq deyilir. Anlayış qarışıqlığına səbəb verilir. Həvəs rəzalətdir, sevgi fəzilətdir. Həvəs yatırtmaz, sevgi unutmaz. Həvəs ağılı məntiqi alt-üst edər, sevgi ağılla hədəfə gedər. Həvəs tələ qurar, sevgidə işlər aşkar. Həvəs iffəti aradan qaldırar, sevgi iffət içində əriyər. Həvəs çiçək iyləyər, doyar başqa axtarar, sevgi çiçəyi sular, böyüdər, adam edər. Həvəs qısa sürər, sevgi ömür boyu gedər. Həvəs nifrət saçar, sevgi qucaq açar. Həvəs riyakar, pastır. Sevgi ixlasdır.